Ben Beyləqan şəhəri Yetmə Turalıq qəhrəmanıyam. Bugün biz gəldik bizim Ağcabəndinin Arxa qəsəbəsində şəhidimiz Polad Əliyevin ev muzeyində olduq. Əlbəttə ki, biz onun qardaşı Kərbəlayı Fuadı bir məclisdə tanıdıq şəhid məclisində və oradan bax belə əlaqələr yarandı ağalarla. Bugün gəlməklə özümə mən borc bildim. Çünki burada ev muzeyi deyəndə şəhidlərin ev muzeyi. Mən elə elədim ki, orada bizim ağalarımızın hamısı orada. Tək mənim oğlum yox. Doğrudan da gəldim, indi baxıram. Mən o qədər belə gülürəm ki, bu deməli şəkillər görürsə, şəhidlərimiz görürsə, bir də analar öz balalarını görürsə, nə bir sevinirlər, nə ürəklə arasıdır. Kərbalaya, Allah sənə uzun ömür sağlıq versin. Səni kimi verir, birəkli oğullarını ayırəsin. Belə bir doğrudan da çox gözəl şəhidlərin qardaşınla bağən, bütün şəhidlərin 90-cı illərdən bütün şəhidlər bir muzeyi yaratmışsan. Mən bir şey qeyd edirəm ki, sizin kimi oğullarımız var. Kaş ki, çox olardı. Yəni, onlarla var, amma yüzlərlə olardı. Bir nəfəri mən qeyd eləmək istəyirəm. Mənim oğlum şəhid olandan sonra evimin tək oğlanıydı. Yoldaşımla mən Peyğəmbərdə bir ev düzəltdik, otaq düzəltdik. Biz gecə gündüz qaldıq orada. Azərbaycan gibi jurnalistlər indi. Evdən ananın başına ala gəlib, ananı xəstəxanaya yerləşdirir. Hər bir söyledi, biz heç nə baxmayaraq, biz yenə qaldıq orada. Düzdür, bizə qalmaq orada ağrıydı, ağlayırdıq, xəstələnirdik, amma yenə qalırdıq. Və bir Quranı söz demişdi. Bax, Allah onu da var eləsin. Bax, siz gözəl örnek oldunuz. Bugün nə qədər mən doğrudan da qürur istəyirdim. Və hər yerdə kaşlanmaq, hər bir rayonda belə bir ev muzeyi olardı və hamı toplaşlar onun ətrafına. Allah səni dünyaya gətirən ananı var eləsin, o valideynlərin əllərindən bilən bir şəhid ansı olaraq. Və bugün mən muzeyə gələndə fikirləşdim ki, mən nə yad yapmalıyım. Mən oğlumun belə mübarəkli şəklini bax, istəyərəm bu ev muzeyində saxlayasam. Mən bax, ölüb getsəm də bilərəm ki, mənim oğlum yaşayacaq. Azərbaycan gəlməyəcəm. İkinci Polad Əliyevin illərdir, gəlmişəm, gələnəklər olur, gələnəklər mübarəkəsi verirəm. Bugün mən yenə demişəm deyirəmdə, mənim üçün şəhid analarım, öz anamız, atalar atam. Şəhid Polad Əliyevcə mənim üçün bütün şəhidlər hamısı elədi. Bugün mən, bugün yox, bugündən qabaq da demişəm, indi bu şəhidlərin hər bir əmanəti mənim gözümüzdədir. Bugün də bunlar elə bilən tək Polad yox, Polad Ağlar, mənim qardaşımdır. Onu da gözüm üstə, ailələrim başım üstə, Poladla bağın bir yeri qoyub saxlamaq mənim üçün bir qüvvət olur. Siz mənim üçün elə bir böyük bir hədiyyəsiniz. Siz mənim üçün elə bir açıq deyim ki, səmimi qəlbimdeyim, elə bir ki, Hacı Məşə Kərbala bir insansınız. Mənim ən böyük arzularımız məsələn, oradır, həmin bizim ən güzel deyəcəm, hər bir şəhidimiz evinə gedib gəlmək, hər bir şəhid evində olmaq, onun adım var. Sağ olun, çox sağ olun. Allah səbəb eləsin, bu da mənim gözüm üstə, mən də gözümün tərfli Allah'ım, nə tərbiyə edirsən, elə də saxlayacağım. Sağ olun. Axıra kimi gələn bütün çəkilişən, hamısını şaşırmışım, göstərirsin. İnşallah. Gəldim.